Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Ellezine amenu ve lem yelbisu imanahum bi zulmin ulaika lehumul amnu ve hum muhtedun." O kəslər ki iman edərlər və imanlarına zülm qatmazlar, onlar üçün əmin-amanlıq vardır və onlar doğru yolda olanlardırlar. Deməli bu ayədə tövhidin iki əzəmətli fəziləti vardır. Birincisi dünya və axirətdə əmin-amanlıqdır, ikincisi də doğru yoldur. Həm dünyada, həm axirətdə. Tam əmin-amanlıq bu insanın dinində, nəfsində əmin-amanlığı və rahatlığı gərəkdirir. Eləcə də ruzisində olan əmin-amanlığıdır, namusunda olan əmin-amanlığıdır, güzarının sıxıntısından olan bir əmin-amanlıqdır. Eləcə də ölkənin əmin-amanlığıdır, qulların özlərində və yaşayışında olan əmin-amanlığıdır. Eləcə də qiyamət əzabından olan əmin-amanlıqdır. Bu da dünyada, axirətdə və bərzəxdə olan xoş həyatdır.